Photoshop'un standart vektor formaları ilə tanış olduq. Bu dəfə isə növbə gəlib çatdı Pen Tool-a. Əgər Adobe-çuların, Photoshop-çuların bizə təklif elədiyi bu qrafik formalar deyil də daha mürəkkəb, daha fərqli bir görüntü çəkmək lazımdırsa, o zaman biz Pen Tool-a müraciət edəcəyik. Klaviaturada P hərfini, P hərfini basmaqla bu alət aktiv olur. Necə işləyir? Gəlin nəzər salaq. Pen Tool-u seçdikdən sonra bir məqama diqqət yetirmək lazımdır. Pen Tool ümumilikdə 2-3 fərqli rejimdə işləyə bilər. Shape rejimi, Pulse və Pixel. Praktikada Pixel-ə demək olar ki, heç müraciət eləmirik. Yəqin ki, daha çox Selection-da Pulse-dan istifadə eləyirik. Bu irəlidəki ayrıca bir dərsimizin mövzusu olacaq. Bu gün isə gəlin bizə sırf shape çəkmək lazım olduğu üçün shape moduna baxaq. Pen Tool seçilib, shape rejiminə keçmişik. Qabaqcasında bir rəng təyin eləmişik bizim vektor forma üçün və başlayaq çəkməyə. 2, bəlkə də 3 fərqli formada biz bunu çəkə bilərik. Birinci ən sadə variantdan başlayaq. İstənilən bir yerdə bir dəfə tıklayaq, bir nöqtə əmələ gəlsin. İkincini tıklayaq, üçüncünü, dördüncünü, beşincini. Kənarları əyri olmayan, hamar olmayan, müəyyən bucaqlar halında bir görüntü çəkmək istəyiriksə, o zaman bu şəkildə reallaşdıra bilərik. Bir daha göstərəm. Məsəl üçün bir üç bucaq çəkmək lazımdır. Bir dəfə tıkladıq, 2 dəfə tıkladıq, 3 dəfə və başladığımız nöqtəyə gələndə Pen Tool-un ətrafında bir dairə simvolu əmələ gələcək. Bu onu göstərir ki, bizim formamız artıq qapanmış oldu, yəni açıq forma deyil. Və salam, bu da bizim üç bucağımız. Götürüb onu sanki buradakı üç bucaqla çəkmişik. Həmin eyni mahiyyəti kəsb edir. Eyni məntiqlə bu görüntünü biz əldə eləmiş oluruq. Məsəl üçün düz bucağı çəkək. P hərfi 1, 2, 3, 4 və gəlirik başladığımız nöqtəyə. Bu bizim müəyyən bucaqlar altında əyrini çəkmək prinsipimiz. Digərində isə məsəl üçün ovalda, dairədə olduğu kimi bəlkə daha hamar kənarlarla çəkməyə lazım olacaqsa, o zaman Pen Tool götürülüb, yenə eyni qaydada fil seçilib ki, burada bunu da qeyd eləyək ki, əslində filin olması şərt deyil. Gəlin bir dəfə tərsinə eləyək. Fili yığışdıraq, əvəzində isə stroke, outline-ı, konturu saxlayaq. Bu dəfə isə bir dəfə tıklayıb çəkməyin əvəzinə bu dəfə mausu basıb saxlayıb hərəkət elətdiririk. Yəni nöqtənin ətrafında qollar, handle'lar əmələ gəlir. Bu handle'lar onu təyin edir ki, həmin nöqtədən sonra, daha doğrusu həmin nöqtənin ətrafında əyri özünü necə aparacaq? Radius necə olacaq? Əyrinin hərəkət istiqaməti hansı istiqaməti olacaq? Bununla da biz orqanik formalı müəyyən əyridən ibarət, əyri xətlərin birləşməsindən ibarət daha doğrusu bir görüntü əldə eləmiş oluruq. Və əməliyyatı bitirəndən sonra Move Tool-a keçib, yəni obyekti rahatlıqla idarə edə bilərik. Çəkib bitirdikdən sonra təbii ki, verdiyimiz stroke parametrlərinin bu şəkildə qalması şərt deyil. Nəinki stroke eyni zamanda fil. Necə ki, sadə qrafik formaların, vektor formaların parametrlərini dəyişirdik. Eyni qaydada U hərfini basaq, vektor funksiya aktiv olsun. Bizim obyektin stroke'unun məsəl üçün rəngini dəyişək, stroke'un bəlkə qalınlığını dəyişək, bəlkə filin rəngini dəyişək, ümumiyyətlə stroke'u yığışdıraq. Yəni digər sadə, standart primitivlərdən fərqi odur ki, bunu biz əlimizlə çəkirik, digərləri isə qabaqcadan müəyyən prinsipdən təyin olunubdur. Gəlin bu təsadüfi görüntülərdən sonra müəyyən bir qrafik forma çəkməyə çalışaq. Məsəl üçün bir tutaq, yarpaq olsun. Yarpaq üçün bir rəng təyin eləyək, amma çox belə parlaq yaşıl olmasın. Məsəl üçün belə bir yaşıl rəng. Tamam, götürdük. Pen Tool aktivdir, shape rejimindəyik, rəng də təyin olunub. Yarpaq üçün tutaq ki, hərəkət istiqamətini, əyrinin gedəcəyi hərəkət istiqamətini təyin elədik. Bu dəfə də belə bir istiqamət təyin eləyək. Bu dəfə də belə bir istiqamət təyin eləyək və geri qaytaraq. Və məlum oldu ki, bizim öyrənməli olduğumuz başqa bir funksiya da var. O da ki, əyrini sonradan biz necə iti formaya keçirə bilərik. Ona görə geri qaytarırıq. Çünki biz ancaq tək nöqtələri öyrəndik, bir də tək əyriləri öyrəndik. Amma halbuki iş prosesində, məsəl üçün yarpaqda olduğu kimi, biz əyrilərlə gedib, amma sonra necəsə iti formaya keçməliyik. Və bunu da öyrəndikdən sonra əslində bəlkə də Pen Tool-la rahat işləməyi bacaracağıq. Pen Tool götürülüb yenə də eyni qaydada. Başlayaq müəyyən bir nöqtədən, yarpaq üçün müəyyən bir əyri qoyaq. Gedib yarpağın baş nöqtəsini, uc nöqtəsini çəkək. Mausu buraxmadan, hərəkəti tamamlamadan klaviaturada Alt düyməsini basıb bunu bu şəkildə əyirəm. Hansı istiqamətə getmək istəyirəmsə əyirəm. Xatırlayaq ki, bu handle'lar, bu qollar sadəcə istiqamət təyin edir. Yəni bu xətt deyil.
Yeni başlayanlar çox vaxt pen tool-la işləyəndə götürüb bunu bir xətmiş kimi bu şəkildə uzadılar. Yox, ona ehtiyac yoxdur. Sadəcə istiqamətini verir, mausu buraxdıq, sonra Alt-ı da buraxdıq və davam edirik istədiyimiz istiqamətə. Tutaq ki, belə yarı alova, yarı yarpağa oxşayan bir görüntü oldu. Əgər çəkdiyimiz qrafik forma ideal deyilsə, biz rahatlıqla sonradan istənilən formanı əslində redaktə edə bilirik. Bunun üçün də bizə lazımdır toolbarda 2 oxdan biri Direct Selection Tool. Diqqətli olaq, Pulse Selection yox, Direct Selection. Direct birbaşa hansısa nöqtəni seçib və ya nöqtələri seçib onlarla işləmək üçün nəzərdə tutulmuş bir alətdir. Kifayət qədər aktiv istifadə edirik gündəlik prosesində. Məsəl üçün bu aşağıdakı nöqtəyə müdaxilə eləyək, nə bilim, istiqamətini dəyişək. Bunu da həmçinin tutaq ki, istiqamətini dəyişək, bunun bucağını dəyişək, uzunluğunu daha doğrusu. Bəlkə hətta bunlardan birindən xilas ola bilərik. Yəni tək yerini dəyişmək deyildir. Mütləq üstənilən nöqtəni əlavə etmək və ya buradan çıxartmaq da mümkündür. Yenə də P hərfini basıram, pen tool'a keçirəm. Məsələn, bu iki nöqtədən birini götürək. Tutaq ki, bu yuxarıdakını götürmək lazımdır. Üzərinə gətirdim nöqtənin, pen tool'u yandırıb minus işarəsi əmələ gəldi. Tıkladıqda avtomatik həmin nöqtə getdi. Ümumiyyətlə onu yadda saxlamaq lazımdır ki, biz vektor qrafikası ilə işləyəndə mümkün qədər nöqtələrin sayını az eləməyə çalışırıq. Çünki nöqtə nə qədər az olarsa, bir o qədər bizim qrafik formamız, obyektimiz daha hamar olacaq. Orada hansısa problemlər, çıxıntılar hiss olunmayacaq. Qalsın burada məsəl üçün bir dənə də eyni məntiqlə ürəyə çəkməyə çalışaq. Yəni nə dərəcədə ürəyə oxşayarsa, nəticədə aydın olacaq. Bu dəfə də ürəyə xas, biraz parlaq olmayan, çox qışqırmayan bir, nə bilim, belə bir qırmızı rəng götürəyim. Avtomatik seçildiyi üçün yarpağın rəngi də qırmızı oldu, amma olsun, eybi yoxdur. Və biz artıq bilirik ki, son dəfə hansı obyektə müəyyən parametrlər vermişiksə, növbəti obyektimizdə də çəkəndə eyni parametrlər təyin olunacaq. Pen tool götürülüb, bir ürək çəkməyə çalışaq. Bu dəfə daha belə bərbad çəkək və sonradan onu təkmilləşdirməyə çalışaq. Tutaq ki, ürəyin aşağı nöqtəsindən başladıq. Sol tərəfdə belə bir yumru verək. Gələk yuxarı hissəyə. Bunu mən əyməliyəm. Çünki əgər mausu buraxıb davam eləsəm, bərbad bir künclük əmələ gələcək. Halbuki belə senari mənə uyğun deyil. Aşağıda bir dəfə tıklayaq. Gedək yuxarı. Mərkəz səni bu şəkildə təyin edək. Sonra Alt-ı basıb saxlayıram. Mausu buraxmadan təbii ki. Ürək bir simmetrik obyekt olduğuna görə sol tərəfdəki qollarla, handle'larla və eyni zamanda nöqtələrlə sağ tərəfdəkilər bir-birinə mümkün qədər paralel olmalıdır. Ona görə bu paralelliyi ən azından qoruyub saxlamaq üçün bunların ikisini bu şəkildə bir-birinə simmetrik elədim və eyni qaydada bu nöqtəyə də paralel mövqedə və istiqamətdə təxminən belə bir görüntü çəkib ürəyimin bir balaca sağ tərəfi travma almış ürəyimin görüntüsünü tamamladım. Amma biz bilirik ki, rahatlıqla biz sonradan Direct Selection tool'u götürüb ürəyi və ya tutaq ki, istənilən qrafik obyekti, pen tool-la çəkilmiş obyekti təkmilləşdirə bilərik. Bura nöqtələrin yeri, bura nöqtələrin ətrafındakı handle'ların istiqaməti və uzunluqları, Command Z uzunluqları aiddir. Əgər bir səbəbdən Photoshop'un pen tool'u kimi üçünsə rahat deyilsə, tutaq ki, kiməsə Illustrator'da işləmək daha rahatsa, biz bir vektor obyekti burada da çəkib Photoshop'a göndərə bilərik, Photoshop'a apara bilərik. Burada pen tool-la yox, ürəyi biraz alternativ formada çəkək. Sadə bir kvadrat var burada. Gəlin bu kvadratın duplikatını çıxardaq, digərini düz mərkəzinə yerləşdirək. Eyni qaydada bu şəkildə duplikatını çıxardaq və sonra bunları birləşdirək. Bizə lazımdır bu künclüklər, bu 4 küncü götürüb maksimum yumru eləsək, bizim belə bir maraqlı, simmetrik, daha dəqiq formalı kalbimiz yaranmış oldu. Bunu buradan kopyalayaq, Ctrl-C, gələk Photoshop'a, bunları hələlik söndürürük, Ctrl-V, bizə orada çəkilmiş shape-i bura paste eləməyə təklif edir. Pixel kimi yox, mənə shape kimi lazımdır, ona görə shape-i seçdim. OK və tadam, möhtəşəm kalb gəldi bizdə Illustrator'dan Photoshop'a. Böyüdüb, balacalaşdırıb, istənilən əməliyyatı edə bilərik. Çünki vektor obyektlərin də əslində ən böyük avantajı, üstünlüyü də elə budur. Biz onu istənilən qədər böyüdə bilərik, balacalaşdıra bilərik. Pixeldən fərqli olaraq onun keyfiyyəti itməyəcək, dəyişməyəcək. Əslində yeni başlayanlar üçün bəlkə də Photoshop'da ən çətin mövzulardan, iki mövzudan biri ola bilər, biri irəlidə gələcək.
Pentola öyrəşmək, birdəfəlik ilk cəhddən maraqlı, dəqiq, düzgün formalar çəkmək təbii ki, mümkün olmayacaq. Ona görə bunu praktikadan keçirtmək, təkmilləşdirmək lazımdır. İşi təkmilləşdirmək üçün, Pentolun mahiyyətini daha yaxşı öyrənmək üçün bu formada istənilən sadə qrafik forma götürüb bəlkə internetdən bu tipli shape'lər, vector shape deyə bir axtarış edib belə bir formalar tapa bilərsiniz və sonra onu Photoshopda təkrar yığmağa çalışın və nəticədə həm əliniz pen tool-la işləməyə öyrəşəcək, həm direct selection tool-la anchor point-lər, yəni vektor nöqtələri və onların handle-larını, yəni ki, qollarını idarə eləməyi bacaracaqsınız. Bu şəkildə Photoshopun ən çətin mövzularından biri həmişəlik sizinlə qalacaq. Növbəti dərsdə görüşənə qədər.